İndi isə yaşlı sağlamlığının ən güclü dərmanlarından birinə baxaq. Fiziki aktivlik. Bəli, dərman deyirəm. Çünki müasir tibb göstərir ki, düzgün hərəkət bir çox dərmandan daha təsirlidir. Amma sual budur. Yaşlı insan nə qədər və necə hərəkət etməlidir? Elmi tövsiyələrə görə, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının yanaşmasına əsasən, yaşlı insanlar həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik etməlidir. Bu nə deməkdir? Sadə dillə desək, həftədə 5 gün, gündə təxminən 30 dəqiqə aktiv hərəkət. Məsələn, sürətli yerimə, yüngül velosiped, bağda işləmək, yüngül gimnastika. Amma bu yalnız başlanğıcdır. Çünki yaşlı orqanizm üçün fiziki aktivlik təkcə yerimək deyil. Birinci növ, aerob aktivlik, ürək və damar sistemi üçün. Yerimə, üzgüçülük, yüngül qaçış. İkinci növ, güc məşqləri, əzələ etkisinin qarşısını almaq üçün. Həftədə ən azı 2 dəfə. Sadə hərəkətlər belə kifayətdir. Oturub qalxma, yüngül çəkilərlə məşq. Üçüncü növ, tarazlıq məşqləri, yıxılmaların qarşısını almaq üçün. Məsələn, bir ayaq üstə durmaq, yavaş balans hərəkətləri. Dördüncü növ, elastiklik, oynaqların hərəkətini qorumaq üçün. Sadə dartınma hərəkətləri. İndi çox vacib bir məqam. Yaşlı insan hərəkətə başlayarkən birdən-birə ağır məşqlərə keçməməlidir. Prinsip budur. Yavaş başla, tədricən artır, davamlı ol. Həm də hər kəs üçün eyni proqram yoxdur. Xəstəliklərə, fiziki vəziyyətə görə fərdiləşdirmək lazımdır. Elmi araşdırmalar göstərir ki, davamlı fiziki aktivlik ürək xəstəlikləri riskini azaldır, diabeti nəzarətdə saxlayır, sümük ərməsini yavaşladır, yaddaşı və beyin funksiyalarını qoruyur, depressiyanı azaldır və ən vacibi, insanın müstəqil yaşamasını uzadır. Və çox sadə, amma güclü bir həqiqət. Hərəkət etməyən bədən daha tez qocalır. Hərəkət edən bədən özünü qoruyur. Ona görə də məqsəd idmançı olmaq deyil. Məqsəd hər gün biraz hərəkətdə olmaqdır. Çünki yaşlılıqda aktivlik seçim deyil, sağlam qalmağın əsas şərtidir.